Baxın görün, çox ucuz qiymətə 5 otaqlı Leningrad layihəli mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində 9 mərtəbəli Leningrad layihəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 120 kvadrat olan 5 otaqdan 4 otağa düzəlmə ideal təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzilin sənədi kupçadır, qazı, suyu, işığı daimidir, lifləri işlək vəziyyətdədir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən 194, 193, 17, 39 və bununla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində, 9 mərtəbəli Leningrad layihəli binanın 4-cü mərtəbəsində. Ümumi sahəsi 120 kvadrat olan qanuni 5 otaqlı mənzildir ki, 4 otağa düzəlibdir, tam təmirlidir, sənədi kupçadır. Əvvəldə də bildirdiyim kimi, yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, əvvəldə bildirmişdim, çox münasib qiymətdir. Qiyməti 235 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalda 2 otaqlı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Ləziz Havuzun yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan 2 otaqlı, tam təmirli, isitmə sistemi kombi olan, kondisioneri olan və bütün əşyaları ilə birlikdə mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, lifləri işlək vəziyyətdədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Ləziz Havuzun yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində, yəni 10 mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sayısı 60 kvadrat olan 2 otaqlı, tam təmirli və tam əşyalı, isitmə sistemi kombi olan, kondisioneri olan bir mənzildir. Ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 500 manatdır. Əvvəldə də bildirdiyim kimi, binanın qazı, suyu, işığı daimidir, lifləri işlək vəziyyətdədir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə,
icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda dəniz mənzərəli 2 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Nəriman Nərimanov heykəlinin yaxınlığında 7 mərtəbəli eksperimental layihəli binanın 7-ci mərtəbəsində. Ümumi sahəsi 55 kvadrat olan 2 otaqlı, orta təmirli bir mənzildir. Binanın lifti var, işlək vəziyyətdədir. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Nəriman Nərimanov heykəlinin yaxınlığında 7 mərtəbəli eksperimental layihəli binanın 7-ci mərtəbəsində. Ümumi sahəsi 55 kvadrat olan qanuni 2 otaqlı, orta təmirli bir mənzildir. Binanın lifti var, işlək vəziyyətdədir. Qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mən bu mənzili təxminən bir neçə gün bundan öncə paylaşım etmişdim. Onda 175 minə deyirdilər. Hal-hazırda 10.000 manat endirim olunduğu üçün yenidən paylaşım etdim ki, siz dəyərli izləyicilərin də xəbəri olsun. Hal-hazırda bu mənzilin qiyməti 165.000 manata təklif olunur. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda Musabev parkının yaxınlığında bir otaqlı mənzil çox ucuz qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Musabev parkının yaxınlığında 5 mərtəbəli köhnə tikili binanın 3-cü mərtəbəsində. Ümumi sahəsi 30 kvadrat olan bir otaqlı, orta təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi Musabev parkına yaxın olduğu üçün həm elmlər metrosuna, həm inşaatçılar metrosuna çox yaxın bir ərazidə yerləşir və bununla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və hətta bu ərazidə yerləşən yaşayış obyektlərinə də yaxındır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Musabev parkının yaxınlığında köhnə tikili 5 mərtəbəli binanın 3-cü mərtəbəsində. Ümumi sahəsi 30 kvadrat olan bir otaqlı, orta təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi Musabev parkına yaxın olduğu üçün bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər elmlər metrosuna, inşaatçılar metrosuna və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu mənzili alıb kirayə vermək üçün də ideal bir variantdır. Qiyməti 95.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.